Yaradıcı vurğular layihəsi çərçivəsində musiqiçi Maya Barataşvili Marneuli Mədəniyyət evində master-klass keçirib. Tədbirdə maraqlı şəxslər və musiqi dərnəklərinin tələbələri iştirak ediblər. Layihə Gürcüstan Mədəniyyət Nazirliyinin və Yaradıcı Gürcüstan Təşkilatının dəstəyi ilə həyata keçirilir. Onun çərçivəsində musiqiçi ölkənin 12 bələdiyyəsində tamaşaçılarla görüşəcək. Cazımın sevgisini uşaqlara ötürmək istədim. Marneuli gəncləri məni məhtəl qoydular. Burada belə maraqlı auditoriya gözləmirdim. Çox istedadlı, fəal uşaqlar qarşıladı məni. Demək olar, zal dolmuşdu. Onlarla birlikdə oxuduq, əyləndik. Ümid edirəm tezliklə yenidən Marneuliyə qonaq olacam. Konserti çox bəyəndim. İfalar çox ürəkdən idi. Maya xanımın master-klassında ilk dəfə idi iştirak edirdim. Düşünürəm ki, Marneulidə bu cür konsertlər tez-tez təşkil olunmalıdır.